Herkese salam. Bugün kimyəvi tarazlığa aid hesablamalar dərsini izah edəcəm. Video başlamazdan əvvəl kanala abunə olsanız, video like atsanız sevinərəm. Başlayaq birinci suala. Deyir, azotun və hidrogenin başlanğıc qatılıqlara uyğun olaraq 4 mol litr və 3 mol litrdir. 0,5 mol litr azot reaksiya daxil olarsa, bu maddənin həmin anda qatılığı neçə mol litr olar? Birinci azotla hidrogenin reaksiyasını yazmalıyıq. Deməli, azot üstəgəl Deməli, azot üstəgələk 3 mol hidrogen alınır 2 mol NH3. Daha sonra bunu yazmaq üçün ən rahat yol. Biz bura qeyd edirik başlanğıc, bura qeyd edirik sərf olunan, bura qeyd edirik tarazlıq. Və başlanğıc sərf olunan tarazlığın ikisinin bir yerdə cəmi deməkdir. Bizə deyir başlanğıc qatılıqları biri 4-dür, biri 3-dür. Bir də ki, alınan məhsulun başlanğıc qatılığı olmur deyə bura 0 qeyd edirik. Buna isə deyir 4-dür, bu da 3-dür. Bunu qeyd edəndən sonra və deyir ki, 0,5 mol litrsə azot reaksiya daxil olur. Yəni azotun sərf olunanı deyir 0,5-dir. Daxil olur, yəni sərf olunur deməkdir. Bir də uşaqlar, yadınızda saxlayın. Bu hissə niyə belə oldu yəni? Baxın, bu hissə yenə elə oldu. Yaxşı, bu hissə, bunun rəngini dəyişim. Baxın, bir buranın sərf olunanı, bir buranın sərf olunanı və NH3-ün tarazlıqları bir-biri ilə düz asılıdır. Yəni, məsələn, əgər bunun sərf olunanı 0,5-dirsə, 1 mol azota 3 mol hidrogen isə 0,5-nə 1,5 olur, düzdürmü? 1,5. Eyni halda 1 mol azota 2 mol amonyakdırsa 0,5-nə isə 1-dir. Burada 1 düşür. Bu qırmızıladığım yerlər bir-biri ilə düz asılıdırlar. Əmsalların əsasən nisbətini qururuq. Sonra başlanğıc sərf olunan tarazlığın cəminə bərabər idi axı. Deməli, sərf olunan 0,5-dirsə, bura qalır 3,5 ki, 3,5 ilə 0,5-in cəmi 4 eləsin. Eyni halda bu, başlanğıc sərf olunan tarazlığın cəmidir. Sərf olunanın 1,5 isə tarazlığına da qalır 1,5 ki, 1,5 ilə 1,5 tabanı 3 eləsin. Bizə nə deyir indi? Deyir ki, tarazlıq qatılıqlarını deyin. Azotun tarazlıq qatılığı 3,5 oldu. Hidrogenin tarazlıq qatılığı 1,5 oldu. 3,5 və 1,5 cavabımız elədi nə? B variantı. Birinci sualda B variantı. İkinci suala baxırıq. İkinci sualda nə deyir? Deyir ki, 2H yod alınır. 1 mol H2, 1 mol yod 2. Reaksiyanın müəyyən temperaturda tarazlıq sabiti 10-dur. Eyni temperaturda düzünə reaksiyanın sürəti 2-dirsə, əksinə gedən reaksiyanın sürət sabiti neçə olacaqdır? Baxın, bizə verib K tarazlığı 10-dur. Tarazlıq halı 10-dur. Və bizə verib K əksinəni verməyib. K düzünəni verib. Düzdürmü? K düzünəni verib bizə. K düzünəni verib ki, 2-dir. Bizdən K əksinəni soruşur. K yazdım. O da sualdır. Belə bir düsturumuz var uşaqlar. K tarazlıq halı bərabərdir. K düzünə bölünsün K əksinə. Əks. Demək, buradan K əksinə tapanda K düzünəni K tarazlığa bölərik. 2-ni niyə belə oldu?
burada əslində uşaqlar deməli 2-ni ona bölsək 20 çıxır cavab 2D variantı eləyir. Ancaq nəyi səhv veriblər? K əksinəni 2 verib, K düzünəni soruşmalıydılar burada. Baxaq 3-cü sual. 3 də eyni qaydadadır. Tarazlıq sabitini 4 verib, 4 bərabərdir. İndi bizə deyir birləşmə 20-dir, parçalanmanı. Birləşmə düzü nə idi axı? Yəni deyir düzünə 20-dir. Ona görə yuxarı 20 yazıram. Aşağıda əksinə x yazdıram. O da eləyir cavab 5. Ona görə 3-də oldu Y variantı. 4-ə baxırıq. 4-cü sual nə deyir? Deyir kükürt. Kükürt dioksin deməli trioksidə qədər oxlaşması reaksiyasında oksigen başlanğıc qatlığı. Bu da 30 saniyə sonra 7 molekül. Bu reaksiyanın oksigenə görə sürətini tapın deyir. Bundan biz deməli yazmışıq uşaqlar. V bərabərdir. Deməli S2 çıxaq S1 bölək delta T olur. Düzdürmü? Ondan 7 çıxırıq 3. 3-ü də bölürük 30-a. O da eləyir 0,1. Ona görə o da oldu bizdə Y variantında. 4-cü sualda oldu nə? Y variantı. Aha, baxırıq biz bu suala. Yenə uşaqlar, burada başlanğıc sərfon tarazlıqdandır. O qaydada həll edərsiniz. Eynisindən yazmışıq. Məsələn, gəlin biz yazaq 6-da, 6 da 5-in eynisidir. 6-nı mən yazım, 5-i də siz qeyd edərsiniz. Deməli, yenə azotla hidrogeni verir bizə. Deməli, azotun üstünə gəlir 3 mol hidrogen. Alınır 2 mol NH3, düzdürmü? Daha sonra yine biz başlanğıcı qeyd edirik, sərf olanı qeyd edirik və tarazlığı qeyd edirik. Deyir, tarazlıq qatılıqlarını verib bu səfər bizə 2, tarazlıq qatılıqlarını verib 1, tarazlıq qatılıqlarını verib 0,2. Aha, bu 0,2-ni əsasən sərf olanı tapa bilərikmi? Çünki axı biz demişdik ki, bura və bura bir-birlə əlaqəlidir, düzdürmü? İndi gəlin ona əsasən tapaq. Buranın 0,2 təldən yazın. Aha, bura 0,2. Bura 0,2, deməli bura 0,1-dir. O zaman bura 0,3-dür. Nəyə? Mola əsasən tapdım, düzdürmü? Mola əsasən tapdıq. İndi buradan başlanğıcları tapmaq asandır uşaqlar. Baxın, başlanğıc sərf olunan tarazlığın cəmidir axı. 0,5-nə 2 gəlirəm, eləyir 2,1 buranın başlanğıcı. 1 üstündə 0,2 gəlirəm, 1,3. Biz bilirik ki, bunda başlanğıcı 0 eləyir. Azotun başlanğıcı elədi 2,1, bu da 1,3. O da oldu bizdə 6 D variantında. 7-də həmin qayda ilə həll olunur. Baxaq 8-ci suala. Tarazlıq qatılıqlarını verib başlanğıc qatılıqlarını istəyir. Gəlin baxaq bu suala yenə. Yenə yazıram N2 üstə gələr. 3H2 alınır 2NH3. Düzdürmü? Yenə yazıram burada başlanğıc, sərf olunan və tarazlıq. Tarazlıq qatılıqlarını verib bunun 0,8, bunu verib 0,4 və bunu da verib 0,4. Yəni mən bu 0,4 əsasən bu sərf olanları tapa bilərəm, düzdürmü? Gəlin tapaq. Bura 0,4 isə bura qalır 0,2, burada qalır 0,6. Başlanğıclarını tapsam bu eləyər 1, bu da eləyər 1. Bizdən x-dən y keçir. Yəni azotla hidrogenin başlanğıc qatılıqlarını 1, 1, 8-də oldu. Cavabımız A variantı. 9-a baxaq. Yenə həmin qayda ilə həll olunur. CO üstə gələk O2. 2 mol CO üstə gələk O2. Alınır 2 SO2. Yazırıq bura başlanğıc, bura sərf olunan, bura tarazlıq. İndi tarazlıq qatılıqlarını verib 0,6, 0,6 və 0,4. Bu 0,4-də əsasən CO-nun O2-nin sərf olanını tapa bilərəmmi? Taparam. Elə burada 0,4-sə burada, çünki 2 mol SO-ya 2 mol SO2, yəni bərabərdir mollar. Deməli, burada 0,4-dür. Amma oksigen elə deyil. 2 CO-ya 1 oksigen isə 0,4-də 0,2.
Başlanğıclarını da tapsaq, sərf olunan 0.4-ün üstünə 0.16 gəlirəm. Bunun başlanğıcı eləyir 1, 0.2-nin üstünə 0.16 gəlirəm. Bunun da başlanğıcı eləyir 0.8. Deməli, yolunu x-la qeyd edeyim. X-in başlanğıcı 1 oldu. O2-ni y-la qeyd edeyim. Oksigenin başlanğıcı 0.8 oldu. 2-də 8 oldu nə? D variantı. Baxaq 10-cu suala. Deməli, x üstə gələk, biraz yaxınlaşdırım. X üstə gələk, 2y alınır 3z. Yenə yazıram bura, başlanğıc, sərf olunan və tarazlıq. Başlanğıc qatılıqlarını verib, baxın burada 0.2, başlanğıc qatılığını verib 0.4, biz bilirik, məhsulun başlanğıcı 0 olur, bu da 0. Tarazlıq qatılığını verib x-inkinə m, y-ə 0.2, z-də də m. Baxın, bunun başlanğıcı var, tarazlığı var. Mən bunun sərf olanı tapa bilərəm də, çünki başlanğıc sərf olan tarazlığın cəmini bərabərdir axı. Bunu qırmızına götürürük. Deməli, bura olur 0.2. Bura 0.2-dirsə, x-i tapa bilərəm uşaqlar. Necə? 1 mol x-ə 2 mol y-dirsə, 0.2 mol y, deməli 0.1 mol da x bura yazılır. Eyni zamanda, biz demişdik axı, bura. Eyni zamanda, bura və bura bir-birinə əlaqəlidir. 0.1-ə, yəni 1 mol x-ə 3 mol z-dirsə, 0.1-ə də 0.3-dür. Deməli, n-im oldu nə? 0.3. N-imi tapdım 0.3. M-i tapaq. M-də nə var ki, uşaqlar? Başlanğıc sərf olunan tarazlığın cəminə bərabər deyil. Başlanğıc 0.2-dir, sərf olunan 0.1-dir. Tarazlığı tapmaq üçün neyimirik? Başlanğıcdan sərf olanı çıxırıq. 0.2-dən də 0.1-i çıxsaq, 0.1-də m-in qiymətidir. M 0.1, n 0.3. O da oldu B variantında. 10-cu sual B variantı. 11-də həmin qaydadadır uşaqlar. Deməli, x-in üstünə gəlirəm mən 2 dənə y. Alınır 3 dənə z. Başlanğıc, sərf olunan tarazlıq. Başlanğıc qatlığı x-in 0.2-dir, y-in 0.4-dür, z-də 0-dır. Tarazlıq qatılığı x-in 0.1-dir, y-də n-dir, z-də də n-dir. Bu səfərdə biz buranın x-in sərf olanı tapa bilərik. 0.2-dən 0.1-ə çıxıram, eləyir 0.1 bunun sərf olanı. Bunun sərf olanı 0.1-dirsə, bunun y-in sərf olanı olur 0.2. Çünki 1 moluna 2-dir, 0.1-ə də 0.2-dir. Eyni zamanda n-i tapa bilərik. 1 mol x-ə 3-dirsə, 0.1-ə də 0.3-dür. Buranı tapdıq 0.3. N oldu 0.3. M də nədir? M-də tapmaq üçün başlanğıcdan sərf olanı çıxaram. Bu da eləyər 0.2. 0.2 m-dir, 0.3 də n-dir. C variantı oldu. Baxaq, sonra biz 12-ci suala. Biz bilirik ki, uşaqlar dönəndir. Çünki sıfıra düşən yoxdur. Sıfıra düşsəydi, bu dönməyən reaksiya olardı. Düzdürmü? Aha, dönməyən reaksiya olardı. Bu isə dönən reaksiyadır. Baxın, x-ə hamısında x-dən y girən göstərir. Çünki x-dən y azalan reaksiya girəndir, məhsullar isə artandır. Z-lə t-də məhsuldur. X-ə baxıram. 9-dan 7-yə düşüb x-ə sərf olunur. Deməli, x-in qabağında 2 durmalıdır. C variantı 4 durub deyə çıxdım. Y-ə baxıram. 9-dan 5-ə düşüb 4 dənə y sərf olunmalıdır. 4 dənə y isə A variantında və D variantında, Y variantında çıxdım. Z 3 mol alınıb. 3 mol Z-də A variantındadır. T-də 1 mol alınıb. Buna diqqətli olun. 13-də də yenə eyni qaydada x-dən y girib z-dən t alınıb. Çünki x-dən y azalıb, z-dən t artıb. X-ə baxıram, 8-dən 7-yə düşüb 1 mol x sərf olunub deməli. Y-ə baxıram, 8-dən 6-ya düşüb. Baxın, 6 burada, 8 burada. 8-dən 6 düşürəm 2 mol y. Z-ə baxım, 0-dan gəlib 4-də dayanıb. Baxın, 4-də. Deməli, z 4 mol alınıb. T-yə baxsam, T-də baxın, gəlib 1-də dayanıb. 1 mol da T. O da oldu bizdə C variantında. 14-də baxıram.
Deməli deyir, qapalı qabda 0,6 mol CO və 0,4 mol O2 qarışdırdıqda reaksiya baş verir. Bizdən nə istəyir? 11 biraz uzundur, 14-cü sual biraz uzundur uşaqlar. Onu deməli sizə başqa yerdə izah edəcəm. Deməli 14-cü suala deyir, qapalı qabda 0,6 mol CO və 0,4 mol O2 qarışdırdıqda reaksiya baş verir və tarazlıq anında başlanğıc maddələrin molekulları sayının cəmi məhsulun molekullarının sayına bərabər olur. 2 mol CO üstəgəl oksigen, 2 SO2 reaksiyasının tarazlıq sabiti əgər 8 olarsa reaksiyanın getdiyi qabın həcmini litrli hesablayın. Gəlin biz birinci reaksiyanı yazaq. Reaksiyanı yazıram. 2 SO üstünə gəlirəm oksigen alınır 2 SO2. Daha sonra bunun başlanğıcını qeyd edirəm. Sərf olunanını qeyd edirəm və tarazlığını qeyd edirəm. Başlanğıc qabda deyir verib ki 0,6 CO-dur, qeyd edib özü. 0,4 də O2-dir. Bunu da qeyd elədik. Və biz bilirik ki bu 0-dır, düzdürmü? Burada 0-ı qeyd edirəm. Sonra bizə deyir ki baxın, özünüz görsəz ki bu x mol sərf olunanda oksigen CO2x, yəni buna 2x deyərəm, deyək x-lə qaydasam, buna da x deyərəm, eyni zamanda buna da mən 2x deyərəm, düzdürmü? O zaman tarazlığım nəyə bərabər olar? Başlanğıcdan sərf olan çıxaram, tarazlığa bərabər eləyərəm. Çünki başlanğıc sərf olan tarazlığın cəmidir axı. O zaman bu eləyər 0,6, bunu belə xət çəkim, çıxaq 2x, bu da eləyər 0,4, çıxaq x. Düzdürmü aşağılar? Daha sonra bizə deyir ki, başlanğıc maddələrin molekulları, baxın, başlanğıc maddə molekullarının sayının cəmi, məhsulun molekullarının sayına bərabərdir. Məhsulun. Yəni tarazlıq anında, baxın tarazlıq anında. Tarazlıq anında, yəni başlanğıca bu 0,6 minus 2x üstəgəl 0,4 minus x məhsulun, yəni CO2-yə bərabərdir. Yəni bu 0,6 minus 2x üstəgəl 0,4 minus x bərabərdir bu 2x-ə. Gəlin buradan yazaq. 0,6x çıxaq 2x üstəgələk 0,4 minus x bərabər eləyir 2x-ə. Buradan x çıxır deməli 0,2. O zaman tarazlığı gəlin tapaq. Tarazlığımız o zaman eləyir buradan bu tarazlıq 0,2. Bu eləyər o zaman 0,2. Bu da eləyər 0,4. Düzdürmü? Ondan sonra bizə nə deyir? Bizə deyir ki, tarazlıq sabitimiz 8-dirsə, reaksiya getdiyi qabın həcmini hesablayın. Baxın, K tarazlıq bərabərdir. Reaksiya girənləri, reaksiya məhsulunu məxrəcdə yazıram. CO2 kvadratı yazıram. Çünki əmsal nədirsə o qüvvətə qalxır. CO2-nin kvadratı. Məxrəcdə CO-nun kvadratı. CO-nun da çünki əmsalı 2-dir. CO-nun kvadratı. Vuraq oksigen. Oksigen əmsalı 1 deyil, 1 kimi yazıram. Kvadrata 1 qalxır yəni. İndi K tarazlıq 8 yazıram. 8 bərabərdir. CO. CO-nun tarazlığı, qatılığı nəyə bərabərdir? 0,4 vuraq V-yə. Çünki C bərabər idi, qatılıq bərabər idi. Nyu bölək V-yə. Düzdürmü? Nyu bölək V-yə. Ona görə yazıram 0,4. Çünki CO nədir? Budur. CO-nun qatılığı nə idi? 0,4. Ona görə buraya yazıram 0,4 bölək V kvadratı. Məxrəcdə isə yazıram CO-nunki nə qədər idi? 0,2 qədər. 0,2 bölək V-nin kvadratı. Bunu da belə qeyd eləyirəm. Oksigeninki nə idi? Yenə 0,2. Yazıram 0,2 bölək V qədər də budur. Aha, buradan V çıxır uşaqlar deməli 0,4. Bu deyir bizdə C variantı. 14 belə. 15-ci sualda da eyni qayda ilə həll edirsiniz uşaqlar.
Bax 16-cı sualla. Deməli x, y, z-i verib uşaqlar və tarazlıq sabitini istəyir. Baxın, x-in tarazlığı budur. Bu xətt harda dayanıb? 10-da dayanıb. Y harda dayanıb? 8-də dayanıb. Z nədir? 4-də. Bunların tarazlıqları tapdıq. Və tarazlıq sabitini hesablayanda k bərabərdir uşaqlar. Məhsulu sürətdə yazırıq. Z. Reaksiya daxil olanlar isə məxrəcdə yazırıq. Onların qiymətlərini də yerinə qoyuruq. Z-in qiyməti 4 idi, x-in qiyməti 10 idi, y-in qiyməti 8 idi. Bunlar da biri də 4-də, bunları da çoxaltlasaz, yəni bölsəz, o da eləyir 0,5. 17-də də həmin qayda ilə eləyirsiniz. Yəni baxın, z alınan da düzdürmü? Z necədə dayanıb? 7-də. Deməli baxın, z-imiz 7-dir. X-a baxıram, x budur, x da yenə 7-də dayanıb. Y neçədə dayanıb? 5-də dayanıb. Y də 5-dir. Məhsulumuz nə idi? Z. Z-i yuxarıda yazıram. 7 ilə 5-də aşağıda yazıram. İxtisar aparsam 1-i 5-ə bölürəm. O da eləyir 0, 10-da 2, 17-də də cavabımız neçə elədi? D variantı elədi. 18-ə baxıram. Yenə tarazlıq sabitini hesablayın. X, Y-də 4-dür, Y-də 2-dir. Deməli, bu zaman biz reaksiyanı belə yazsaq, çünki x-i bilmirik axı, tarazlıq sabitini, düzdürmü? Ona görə gəlin biz bunu yazaq. Hesablayaq, yəni tarazlıq sabitini. Baxın, 2x, y. Da yenə baxın yazdıq. Başlanğıc sərf olunan tarazlıq. Deməli bizə verib tarazlıq qatlıqlarını. Tarazlıq qatlıq y-2 verib 2-də dayanıb baxın və x-y-də 4-də. Biz bilirik axı bu x-y-in sərf olanınla x-y-in tarazlığı arasında bir əlaqə var. Əgər bu 4-dürsə da bura 2 düşür. Çünki 1 mol x-a 2 mol 2xy, 1 mol y-ə 2 mol 2xy sərf olunur. Düzdür? Ona görə burada 2 düşdü. Və biz belə baxdıq ki 2 mol y-in başlanğıcını tapdıq 4 mollərdə. Və ikisinin başlanğıcı eyni qədərdir. Ona görə bu da 4-dür. Ona bunun tarazlığına da 2 düşür. Biz tarazlığı tapanda baxın y alınan. Deməli məhsulları sürətdə yazırdıq. Alınan isə məxrəcdə. Məhsulumuz y-dir və x-dir. Niyə? Çünki artan onlardır. Y-in tarazlığı 2-dir. X-in tarazlığı 2-dir. Əmsalları da 1-dir deyə qüvvəti içinə yazmamışam. Ancaq məhsulumuz tarazlığı 4-dür və əmsalı 2-dir. Qüvvəti 2 qalxır. 4-də 4-ün kvadratına bölsək 1/4 0,25 almış olarıq. O da A variantında qeyd olunur. 19-u deməli bura yazdım. 2x2 y parçalanır 2x2-yə, bir dənə y2-yə. Başlanğıcı sərf olunan tarazlığını qeyd elədim. Baxın 2x2 y-in tarazlığını verib 4 və y2-ni də verib 1. Daha sonra biz buradan biz bilirik axı məhsulun, yəni 2x2 y-in tarazlığı ilə x-lə y-in sərf olunan arasında əlaqə var əmsallarla. Yəni bu 4-dürsə x də 4-dür, y-də 2 düşdü. Niyə? 2 mol x-ə bir dənə y-dir. Daha sonra biz buradan y-in başlanğıcını tapdıq. Əgər y-in başlanğıcı 3-dürsə, onda x-in başlanğıcı 6-dır. Çünki 2 dəfə böyükdür. Və beləliklə biz x-in də tarazlığını tapmış olduq 2. Daha sonra biz tarazlıq sabitini bizdən istəyir. Tarazlıq sabiti də məhsulların yuxarıda yazırıq. Reaksiyaya girən isə məxrəcdə yazırıq. X-la y məhsuldur deyə yuxarıda yazdım. Y 1-dir tarazlığı və əmsalı da 1-dir. 1/1 elədi 1. Ancaq x-ə baxsaq, x-in tarazlığı 2 idi. Əmsalda 2 idi. 2/2 4 yazdım elə bir dəfəlik. Aşağıda 16 yazmışam. 16 nə deməkdir? Yəni x2 y-in tarazlığı 4-dür. 4/2 16 eləyir. Böləndə də uşaqlar 0,25 edir. 19-cu sual bu qayda. 20-ci sualda eyni qayda ilə həll edirsiniz. Gəlin baxaq 21-ci suala. Nə deyir? Tarazlıq sabitini verib 0,25. Bu reaksiyanı verib. Gəlin yenə başlanğıc sərf olunan tarazlığı qeyd edək. Buraya yazıram yenə mən 2SO. Üstünə gəlirəm. Bir dənə O2. Alınır 2SO2. Düzdür.
Yine mən bura yazıram başlanğıc, buna yazıram sərf olunan, bura yazıram tarazlıq. Tarazlıq sabitə 0,25-dir. Baxın, deyir ki, reaksiyada tarazlıq qalıqları nisbəti maddələrin tənlikdəki əmsalların nisbəti kimidir. Yəni, bura 2-dir, burada 1-dir, düzdürmü? Onda bura 2x yazaram sərf olunana. Burada x yazaram. Eyni zamanda burada 2x yazaram. CO2-nin tarazlığına. Və yenə deyir tarazlıqları əmsallar kimidir. Yəni burada 2x-dir, burada 2x-dir. Baxın, 2x deyil, bura x-dir. Çünki bunun əmsalı 1-dir, ona görə bura x yazıram. Deməli, izahını verirəm. Bizə deyir, tarazlıq qalıqları əmsalları kimidir. Yəni, baxın, 2-nin 1-ə və 2-yə kimidir. Yəni, yanına sadəcə x yazdım. 2x, x, 2x. Biz bilirik axı, 2SO2, yəni məhsulun tarazlığı reaksiya daxilindən sərf olunanları ilə düz əlaqədədir. Yəni, 2SO-ya 2CO2-dirsə, 2x-də 2x sərf olunub. Sonra 2SO-ya 1O2-dirsə, 2x sərf olunanda da bir dənə XO2 sərf olunur. Başlanğıc isə nədir? Bunların sərf olunan tarazlığın cəmi. Yəni, CO-nun başlanğıcı 4x eləyir, oksigenin başlanğıcı isə 2x eləyir. Bura 0-dır. Burada o zaman neçə qalır? Bu lazım deyil zaten. Sonra bizə nə deyir? Bizə deyir ki, tarazlıq sabiti 0,25-dir. Yəni 0,25 bərabərdir. Bunu belə yazam. 0,25 bərabərdir. Məhsulu biz sürətdə yazırıq. 2SO2-ni sürətdə yazırıq. 2x sürətdə yazılır və onun əmsal çəti 2. Əmsalı 2-də qüvvətə çıxır. Sonra gəlirəm bura x. Əmsalı 1 deyil, x kimi qalır. Sonra 2x. Yenə bu 2x-in kvadratı. Çünki əmsal 2-dir. Bunlar ixtisar gedir. 1 böl x qalır 4-də 1 kimi. X da buradan çıxır 4. Bizə nə istəyir? Oksigenin başlanğıc qalığını hesablayın deyir və CO-nu da istəyir. Başlanğıcı. Bunun başlanğıcı rəngini dəyişək. Bunun başlanğıcı eləyər 8. Eyni zamanda yox, 8 eləməz, 16 eləyər. Çünki x-imiz 4-də axı. Aha, bu eləyər 16, bu da eləyər 8. CO-muz 16, bu da 8. 21-ci sualda oldu. Cavab nə? A variantı. Baxaq 22-ci suala. 22-ci sualı burada izah eləyə bilməyəcək. Ona görə gəlin bunu biz burada izah eləyək. Birinci silək lövhəni. Aha. İndi baxın, bizə deyir, reaksiyanı verib 2x, 2 üstə gələklik 2 alınıb 2 mol, x2, y, düzdürmü? İlkin qatılıqları n-dir deyir, həcmi 1 litrdir deyir və deyir, tarazlıq anında x-in qatılığı x2-nin x2y qatılığına bərabərdirsə, tarazlıq sabitini hesablayın. Nə deyibsə uşaqlar, hamısını gəlin yazaq. Birinci reaksiyamızı yazaq. Yazıram 2x2 üstünə gəlirəm y2 alınır 2 mol x2y. Daha sonra başlanğıcı qeyd edirəm. Sərf olunanı qeyd edirəm və tarazlığı qeyd edirəm. İlkin qatılıq, başlanğıc qatılıq eyni şeylərdir. Deyir, n-dirər. N yazdım. Daha sonra gəlin biz belə qeyd edək ki, məsələn, əmsallarla deyək də, bu 2A yazaq bura məsələn. Bura A yazaq, eyni zamanda burada 2A yazaq. Düzdürmü? Tarazlığı tapsaq, n-dən 2A-nı çıxarıq.
Burada yenə tarazlığını tapsaq n-dən a çıxarıq. Və bizə deyir ki, tarazlıq anında, bu tarazlıqda buton deyir. X-in qatılığı, yəni bura x2 y-in qatılığına bərabərdir. Bura bərabərdir, yaxşı. Yəni n-2a bərabərdir 2a-ya. Düzdürmü? Buradan n-i tapıram ki 4a-dır. N 4a-dır. A da 0,25n-dir. Düzdürmü? Gəlin A-ların yerinə qoyaq 0,25n. O zaman bu eləyər 0,5n. Bu eləyər 0,75n. Bu da eləyər 0,5n. Aha. Ondan sonra bizdən nə istəyir? Tarazlıq sabitini istəyir. Yəni k-nı istəyir. K tarazlıqda bərabərdir. Məhsulu sürətdə yazıram. Məhsul 2x 2y idi. Onun da tarazlığı nədir? 0,5-dir. 0,5n-in kvadratı. Çünki əmsal 2-dir. 0,5n-in kvadratı. Burada 0,5n-in kvadratı məxrəcdə məhsul reaksiya girənlərin vur y nədir? 0,75n. Əmsalı da 1-dir. Qüvvət heç nə yazılır. Bunlar ixtisar gedir. 1 bölək 0,75n-də 4 bölək 3n deməkdir. Deməli, cavabımız nə oldu? A variantı. Deməli, 24-cü suala deyir, x, y izomerləşmə reaksiyasının tarazlıq sabiti 0,8-dir. Biz izomerləşmə deyən nə idi? Düzünə gedənlə, yəni nə qədər sərf olunursa, o qədər də alınmalı idi, düzdürmü? Nə qədər sərf olunursa, o qədər də alınırsa, bu izomerləşmə reaksiyası idi. Deyir, tarazlıq sabiti 0,8-dir. Gəlin, buradan yazaq ki, x-la y. Aha. Bizə deyir indi, qapalı qabda 5 mol x maddəsi və 13 mol y maddəsi əlavə edilir. Yəni, birinin üzərinə 5 gələk, birindən də 13 çıxaq ki, bunlar bərabər olsun, düzdürmü? Məsələn, bunun üstünə 5 gəlirəm, 5 üstə gəl x, bundan da 13 çıxaram. Yəni, 13 çıxaq x yazaram buna da ki, bərabər olsunlar və izomerləşmə reaksiyasının qaydasına uyğun olsunlar. K tarazlıq nə idi? K tarazlıqda isə məhsulu sürətdə yazırıq. Yəni, y-i sürətdə yazaram, x-də aşağıda yazaram. Y nəyə bərabər oldu? 13 minus x-ə. X nəyə bərabər oldu? 5 plus x-ə. Tarazlıq sabitim neçədir? 0, 10,8-dir. Buradan da x-i tapırıq. X-i tapsaq, bu eləyir 5. Düzdürmü? Bizdən nə istəyir? Deyir ki, alınmış qarşıda x maddəsinin kütləsini hesablayın. X maddəsi 5 üstə gəl 5, 10 eləyir. Cavabımız nə oldu? B variantı olmuş oldu. Baxaq 25-ci suala. Deyir, həcmi 2 litr olan qabda N2 və O2-nin reaksiyası zamanı NO-nun tarazlıq qatılığı O2-nin tarazlıq qatılığının 2 dəfə azdır. Reaksiyanı birinci yazıram. Yazırıq N2, üstə gələk O2, alınır 2NO. Düzdürmü? Daha sonra bunların başlanğıcını yazıram. Başlanğıc, sərf olunan və tarazlıq. Tarazlıqları deyir ki, N2 və O2-nin tarazlığı 2 dəfə azdır. NO-nun tarazlığı. Yəni, N2 2x-dırsa, O2 2x-dırsa, NO x-dır. Onda bura x-dırsa, burası sərf olanları tapardım. 0,5x, 0,5x. Düzdürmü? Sərf olanları tapardım. K tarazlığı taparıq biz buradan. K tarazlığı nədir? Alınan, yəni NO-nu sürətdə yazırıq. NO-nu kvadratı, çünki əmsalı 2-dir. N2 ilə O2-ni də məxrəcdə yazırıq. Düzdürmü?
Bunları da məxrəcdə yazırıq. Biz n10-u tapdıq ki, nədir? Sıfır onda 5x. Niyə? Çünki x-i 2-yə bölürük. Tarazlığı tapanda, düzdürmü? Həcmi verib 2 axı. Ona görə x-i 2-yə bölərəm. Bu 0 onda 5 x eləyər. 0 onda 5 x-in kvadratda 0,25 x kvadrat eləyir. Yaxşımı? Bax, bu 0,5 hardan aldım? Həcm 2 litrdir deyə 2-yə böldüm. N2, 2x-i 2-yə bölürəm, 0, 1 eləyər. Ona görə sadəcə burada x yazaram. Burada yenə eyni şəkildə x yazaram. 2x-i bölərəm, 2 x eləyər. Buradan da cavabımız eləyir uşaqlar 0,25. O da B variantında qeyd olunub. Gəlin 26-cı suala baxaq. 26-cı sualda nə deyir bizə? Deyir ki, reaksiya axıra qədər gedir. Bəli, axıra qədər gedir. Bunu necə bildik? Çünki sıfıra dəyib uşaqlar. Reaksiya dönəndə xeyr, sıfıra dəyib və dönməyəndir. Reaksiya daxilənmədə tam sərf olunur. Bəli, çünki sıfıra dəyib. Tevran reaksiya tarazlıq halındadır. Xeyr, tarazlıq halında deyil. Cavabımız oldu nə? 1-lə 3. Gəlin, baxaq 27-ci suala. 27-ci sualda deməli, buradan yazaq. Və o şəkildə biz doğru olanları müəyyən eləyək. Biz doğru olanları müəyyən eləmək üçün müqayisəni hərəsinin öz rəqəmini tapmalıyıq, öz qiymətini tapmalıyıq ki, biz burada düzgün müqayisə apara bilək. Reaksiyanı yazırıq birinci 2SO üstə gələk 1 mol O2 alınır 2 mol SO2. Düzdürmü? Yine buraya yazırıq başlanğıc, sərf olunan və tarazlıq. Başlanğıc, sərf olunan tarazlıq. Başlanğıcların yerinə yazıram N. Burada çünki N ilə qeyd olunur. Baxın, N ilə qeyd olunur. Sonra tarazlığına deyib X deyirəm, tarazlığına Y deyirəm, tarazlığına isə Z deyirəm. Düzdürmü? Deyir ki, CO-nun yarısı sərf olunur. CO-nun yarısı sərf olunursa, deməli bu 0,5 N qədər sərf olunur. Düzdürmü? N'in yarısı 0,5 N eləyir. Bu 0,5 N'dirsə, bu 0,25 N eləyir. Niyə? Çünki 2 SO-ya 1 O2 isə 0,5 N-ə 0,25 N'dir. Z-imiz isə 0,5 N eləyir. Çünki 2 SO-ya 2 SO2 sərf olunur. Z-i tapdım 0,5 N. X-dən Y-i tapa bilərik. Necə taparıq? Başlanğıcdan sərf olunan çıxanda tarazlığı verir. Çünki başlanğıc sərf olunan tarazlığın cəminə bərabərdir. X eləyir 0,5 N. 1 N-dən 0,5 N çıxdım. Y isə 1 N-dən 0,25 N çıxıram. Bu da eləyir 0,75 N. Artıq qiymətləri tapdım mən. Tapdım ki, X 0,5 N-dir, Y 0,75 N-dir, Z 0,5 N-dir. İndi müqayisəyə baxaq. X Y-dən böyükdür. X Y-dən böyükdürmü? Xeyr. Y X-dən böyükdür. Ona görə 4 düzdür. N Z-dən böyükdürmü? N 1-dir. Z 0,5 N-dir. Bəli, 2 düzdür. Y Z-dən böyükdürmü? Y nədir? 0,75 N. Z nədir? 0,5 N. Bəli, Y Z-dən böyükdür. 2, 3 və 4. 5 niyə olmur? 5-də deyir, N 2Y-ə bərabərdir. N 2Y-ə bərabər deyil. N 1-dir, Y 0,75 N-dir. Deməli, 27-də həll eləmiş olduq. Uşaqlar, 28-dən bayaq yazdıq. Eyni şəkildə həll eləyərsiniz. 29-a gəlin baxaq. 29-da deyir 3 mol oksigen, 2 mol oksigenlə, demək 3 mol oksigen, 2 mol ozon. Düzdürmü? Reaksiyası zamanı molekul sayları bərabərdirsə, əgər bunların, yəni oksigenin, ozonun, oksigen 2% ozonlaşdığını hesablayın. Baxın, yazıram bura 3 mol oksigen və 2 mol O3. Düzdürmü? Niyə yazıram başlanğıcını, sərf olunanını və tarazlığını? Buraya yazıram başlanğıc, buraya yazıram sərf olunan, buraya yazıram tarazlıq. Başlanğıc götürək bunu
sərf olunan, nə qədər sərf olunub? Oksigenin 3 mol. Yaxşı. Tarazlığı nə qədərdir? 2x. Başlanğıc oldu nə? 5x. Düzdürmü? Bunda 2x yazsam, indi izah edirəm. Baxın, tarazlıq halında deyir ki, bərabər oksigen ozon. Yəni tarazlıq halında bu da 2x-dir, bu da 2x-dir. Bunu qeyd elədim. Yaxşımı? Bunları qeyd elədik. Nəyə görə mən bura 2x aldım? Çünki bunun sərf olanı 3x-dir. Onda bura 2x qalır. Burada 5x eləyir. Bunun sərf olunanı neçə oldu? 2x və 2x qədər. Tarazlıq halında. Bunun sərf olanı tapdım, başlanğıc halını tapdım. İndi baxın, deyir, oksigenin neçəsi sərf olunub, onu istəyir bizdən. Oksigenin neçəsi sərf olunub? 3x. 3x. Başlanğıc nə? Yəni cəmi nə qədərdir? 5x. 3x-i 5x-ə bölürük. Vururuq 100-ə. O deyilir bizdə neçə? 60%. Baxaq sonra 30-cu suala. Görək 30-cu sualda bizə nə deyir? Bunu birinci silək. Aha, reaksiyanı yaza bilərik əslində. Yazın gəl. Aha, reaksiyanı yazdı. Başlanğıc sərf olunan tarazlığı qeyd elədik və verilənləri də yazdım. Baxın, CH3COH-ın başlanğıcını verib 2, CH5OH-ın başlanğıcını verib 3 və CH3COCH5-inkini 0. Tarazlığını verib x, y və 1. Biz bilirik ki, əgər bura 1-dirsə, burada 1 olur, burada 1 olur. Çünki əmsallar 1-1-dir. Və tarazlığı onda bu zaman qalır 1, bunun tarazlığına qalır 3-dən 1 çıxıram, 2. İndi bizdən tarazlıq sabitini istəyir. Tarazlıq sabiti K tarazlıq bərabər eləyir o zaman bizdə. Məhsullarınki 1 idi, düzdürmü? 1 vuraq. Bu da 1 eləyir uşaqlar. Çünki əmsalları 1-dir. 1, burada yazıram 2 və 1. O da bizə neçə elədi? 0, 10-da 5 şəklində elədi. 30, 31 də eyni qaydadır. Gəlin biz baxaq 32-ci suala. Deməli, 32-ci sualda nə deyir? Deyir ki, həcmi 1 litrdir, qapalı bir qabdır. A ilə B reaksiya girib, alınıb C. Reaksiya deyir tarazlıqdadır. Tarazlıq halında qabda A və C maddələri miqdarı uyğun olaraq 2, 4 və 8 moldur. Qaba neçə mol B maddəsi əlavə etmək lazımdır ki, növbəti tarazlı qabda 9 mol C maddəsi alınsın. Deməli, bura yazıram A, üstə gələk B, alınır C. Yazıram. Buraya yazıram 2, buraya yazıram 4, buraya yazıram 8. Və tarazı handikapa deməli nə qədər əlavə eləmək lazımdır ki, birinci tarazlıqdır bu, düzdürmü? Birinci tarazlıq. Biz K tarazlığı buradan tapsaq, baxın 8-i bölərik, 4 vuraq 2-yə, 1 eləyər K tarazlığı, düzdürmü? Bizə deyir ki, indi qaba neçə mol B maddəsi əlavə etmək lazımdır ki, növbəti tarazlıq halında 9 mol C maddə olsun. Aha. Deməkdir, K tarazlıq tapdıq ki, buradan 8-i 4 vuraq 2-yə böldük, 1 elədi. Və deyir ki, nə qədər əlavə eləmək lazımdır? Və x yazdım, bilmirəm nə qədər əlavə eləmək lazımdır. Və deyir, 9 olsun. 8 bir vahid artı 9 oldu. Ona digərlərdə bir vahid azalmadı. Ona görə bundan da bir vahid çıxdı və bundan da bir vahid çıxdı. Bu elədi 1, bu da 3 plus x. Amma tarazlıq sabiti dəyişmədi, o dəyişmədi. Ona görə yenə yazdım 1 bərabərdir. 9 bölünsün 3 plus x-ə. Oradan da x çıxdı 6. Eyni qaydada 33 də həmin qayda ilə həll olunur. Gəlin baxaq biz 34-cü
suala. Deməli deyir SO2 xlor2 alınıb SO2 və xlor2 reaksiyasının tarazlıq sabiti nədir deyir? 0,5'dir. Qrafikasınız reaksiya aparılan qabın həcmini litrlə hesablayın. Buranı silək. Reaksiyanı yazıram. SO2 xlor2 alınıb. Deməli o reaksiyaya girəndir ki, azalıb da, düzdürmü? Azalıbsa reaksiyaya girəndir. SO2 xlor2 alınır. SO2 üstə gələk. Xlor2, düzdürmü? Yine bunu yazıram. Başlanğıcı, sərf olunanı və tarazlığı. Baxın, SO2 xlor2-nin tarazlığı nə qədərdir? 0,5. Onda bunların sərf olunan nə qədərdir? 0,5, 0,5. Düzdürmü? SO2 xlor2-nin başlanğıcı 1'dir. Başlanğıcı 1'dir və eyni zamanda bunun sərf olunan da 0,5'dir. 0,5'dir. 0,5 bərabərdir. Reaksiya məhsulu. Reaksiya məhsulu nə idi? SO2 ilə xlor2. Və bunların qatlıqlarını tapanda həcmə bölməliyik. Yəni 0,5'i də V-yə bölürük, həcm V-dir. Vururuq yenə 0,5'i də həcmə bölürük, yenə V-yə bölürük. Və məhsulunki də yenə 0,5'dir, onu da V-yə bölürük. Buradan isə V çıxır 1. Buradan V çıxır 1. Deməli həcm nəymiş? 1 olurmuş. Baxırıq indi 30-cu suala. Deməli buranı silək. Deyir ki N2 ilə 3 mol H2 girib 2 mol NH3 alınır. Hidrogen tarazlığı qatılıq 0,6 mol bölü litrdir. Bəs hidrogenin də 20% reaksiya sərf olunur. Amonyakın tarazlıq qatılığını hesablayın. Bura yazırıq N2 üstə gələk 3 mol H2 alınır. 2 mol NH3. Bura yazırıq başlanğıc. Bura yazırıq sərf olunan, bura yazırıq tarazlıq. Deyir ki, hidrogeninki 0,6'dır. Buna yazıram 0,6. Və deyir ki, hidrogenin 20% sərf olunub. Bu 20% sərf olunub. Onda başlanğıcı da 100%'dir. Onda tarazda nə qədər qalır? 80%. Yəni bu 0,6 80%. Bəs 100% nə qədərdir? X. Buradan da X eləyir 0,75. Deməli bunun başlanğıcı tapdıq nədir? 0,75. Eyni zamanda sərf olunan da tapırıq ki 0,15. Tam 175'ten 0,6 çıxdıq, tapdıq. Əgər bunun sərf olunan 0,15 isə buranın sərf olunan nə qədərdir? 0,5. Çünki 1 mol azdır 3 mol hidrogen. 0,15 hidrogen də 0,5 qədərdir. Bu da 0,5'dirsə bizdən isə amonyak istəyir. Amonyakın da tarazlığı o zaman 1 eləyir. Çünki 1 0,1 eləyir. 1 azota 2 amonyaksa 0,5'e də nə qədərdir? 0,1 olmuş oldu. 36'da eyni qayda ilə həll olunur. Gəlin 37'yə baxaq. 37'də əvvəlki testlərdə yazmışdıq. Verilənləri qeyd edirik. Yəni 2A reaksiyandır. Üstə gələk B alınır C. Düzdürmü? Və bunun başlanğıcını yazırıq, sərf olunanını yazırıq, tarazlığını yazırıq. Başlanğıc A-da 0,8'dir, B-də 0,4'dür, C-də 0'dır. Tarazlığı bunun X-dir, bunun Y-dir, bunun da 0,6'dır. Bu 0,6'dırsa bura
1/2 eləyir. Bu isə yenə 0/6 eləyir. O zaman x eləyir 0/8. Bir dəqiqə nə isə elədik biz. Bu 2s imiş. 2s-dirsə, onda bu da eyni zamanda 0/6 eləyir. Onda bu bizdə eləyir 0/3. Deməli, o zaman x eləyəcək 0/2. 0/8-dən 0/6-nı çıxırıq 0/2. 0/4-dən də 0/3 çıxırıq 0/1. Niyə? Çünki başlanğıc sərf olunan tarazlığın cəminə bərabərdir. Daha sonra bizdən tarazlıq sabitini istəyir. K tarazlıq da bərabərdir. Məhsul sürətdə yazırıq. Yəni 0/6-nın kvadratı yazırıq. O da eləyir 0/36. 0/1 üstü 1, yəni çünki əmsalı 1-dir, 0/1. 0/2-nin də kvadratı eləyir 0/4. Buradan da cavab eləyir 90. 38 də eyni qayda ilə həll olunur. Gəlin baxaq 34-ə, 39-a. Bu 38-ci sual. Aha, baxırıq 39-cu suala. Görək 39-da necə həll olunur. Sualı x2-nin üstünə görə 2 gəlir, alınır 2x, başlanğıcı sərf olan və tarazlığı. Bizə başlanğıclar verib A. Düzdürmü? Və deyir ki, həcmi 1 olan qabda gedən reaksiya tarazlıq anında y-in qatılığı x y-in qatılığına bərabərdir. Tarazlıq anında. Ona görə yazdım bura 2x, burada yazdım bir 2x. Bərabərdirlər. Ona görə bu da 2x oldu, düzdürmü? Tarazlanında y-lə x y-in bərabərdir. Bu əgər y 2x-sə, 2x-də, bu da 2x-sə, burada 2x olur avtomatik onda. Və bizə deyir ki, biz sərf olunan tapdıq buna əsasən. Çünki biz deyirik 1 mol x-ə 2 mol 2x y sərf olunubsa, bəs 2x tarazlığında sərf olunan nə qədər olar? X. Bu da x oldu, bu da x oldu. Və tarazlığı biz tapanda nə edirik? Məhsulun tarazlığını sürətdə yazırıq. Məxrəcdə isə reaksiya girənləri yazırıq. Və 2x-in kvadratı, çünki əmsal nədir? 2-dir. 2x-in kvadratı 4x kvadrat eləyir. Məxrəcə 4x kvadratını hardan aldım? 2x-də 2x-ə vurdum, elədi 4x kvadratı. O da elədi cavabımız 1. Aha, gəlin indi baxaq 40-cı suala. Bunu silək, 40-ı yazaq. Aha, reaksiyanı birinci yazım. Yenə yazıram bura başlanğıc, sərf olunan və tarazlıq. Baxın, başlanğıcı verib bizə 3. Tarazlıq anında 5. Düzdürmü? Və biz buradan 3 verib, 5-i verib, reaksiya gedən qabın həcmini 1 litr verib, buna sərf olunana bir x desəm, məsələn 2x desəm, o zaman bunun sərf olunana neçə olur uşaqlar? X. Həmçinin tarazlığı da x olur. Düzdürmü? Çünki demişdik axı, bunun sərf olunanı digərlərin tarazlığı ilə düz asılıdır. Bu x-sə, bu da neçə olur? 3x olur. Düzdürmü? Bu tarazlıq neçə olar? Başlanğıcdan sərf olanı çıxarıq. Bu eləyir 3 minus 2x. Bu şəkildə. Və bizə nə deyir? Deyir, tarazlığına qabda olan qaz qarışımı olsaydı 5-dir. Yəni, bunun cəmi 5-dir. Yazıram. 3 minus 2x üstə gəl x üstə gəl 3x bərabər 5. Buradan x eləyir 1. Düzdürmü? Bizdən isə tarazlıq sabitini istəyir. K tarazlıq da bərabərdir 3-ün kubu sürətdə yazılır, düzdürmü? 3-ün kubu eləyir 27. Həmçinin 1. Bu 1 hardan aldım? Bu 1. Bir üstü də 1. Bura 1 daxil. Ona görə 1 eləyir. Məxrəcdə isə bunu tapsaq 3-dən 2 çıxsaq bu da 1 eləyir. 1-in də kvadratını eləyir 2.
Birinin də kvadratı 1. Üzrlü sayın. 2 üstü 1 fikirləşib deyirəm onu. Hə, bu da eləyir neçə? 27. Cavabımız nə oldu? 27. 41 də eyni qayda.